buradan bütün ağıl sahiplerine salam göndərirəm. Bütün haqqı deyənlərə, gözəl kəlamı sevənlərə salam göndərirəm. Ay siz nə gözəl insanlarsınız. Allah sizi var eləsin. Allah sizi çoxaltsın. Çoxaltsın ki, bu Azərbaycanın sizin kimi insanlara ehtiyacı var. Baxıram bütün platformalarda, mən olmadığım yerdə məni qoruyan, gözəl kəlam deyən, hər şeyi sübut eləyən və nizamlı danışan insanlara salam olsun. Sizi o qədər çox sevirəm ki, yəni var olun. Sizin kimi insanların sevgisini nə cür qazanmışam mən bilmirəm açığı. Yəni buna görə həm Allaha şükür edirəm, həm də sizə salam göndərirəm. Eyvallah, hamınızı çox sevirəm. Allah sizi var eləsin. Çox gözəl insanlarsınız. Haqqı deyən, haqqı nahaqdan aralaya bilən, gözəl kəlam istifadə eləyə bilən insanlar çoxalın. Bir-birinizə dəstək verin. Mənim ilk gündən niyyətim də buydu. İnsanlara düzgün məlumat verib onlara seçim imkanları vermək. Onları daha rahat və təhlükəsiz vəziyyətə çevirmək avtomobil sayəsində. Onlara doğruları çatdırmaq. Niyyətim buydu ilk gündən. Amma düşünürdüm ki, çox adam məni bəlkə də başa düşməyəcək. Amma bugün bu vəziyyətdə, bu sevgini görəndən sonra sizə ancaq təşəkkür eləmək istəyirəm. Sağ olun, var olun. Bu sevgi selinə nə cür cavab verəcəyimi açığı bilmirəm. Allah hamınızı var eləsin. İnanın ki, çölə çıxanda məni sanki bir qardaşınız kimi, ən yaxın qohumunuz kimi, harda görürəm, məni gülürsünüz. Deyirsiniz ki, müəllim, xoş gəlmisən, qardaş necəsən? Elə bir ki, məni neçə ildir tanıyırsınız, bir yerdə yaşayırıq, nə bilim, qohumuq, qardaşıq. Bu sevgi mənə xüsusilə zövq verir. Buradan bütün aeroport, Heydər Əliyev adına aeroport işçilərinə təşəkkür edirəm. Bu yaxınlarda Almaniya getmişdim. İnanın ki, gedəndə də, gələndə də, hər bucaqda, hər tində, hər kəs böyük hörmətlə qarşılayır. Yenə deyirəm, sanki öz qohumları kimi. Deyirlər, müəllim, səni izləyirik, səni sevirik, səni çox istəyirik, sevilirsən deyirlər. Bu özəl sevgi, bax, budur qazanmaq istədiyim şey və mən Allahın izni ilə bunu qazanıram. 3 maşın satmaq, 2 zapsat satmaq, bunlar o qədər də vacib deyil. Bu sevgi ilə müqayisə olunacaq şeylər deyirlər. Mən həmişə nə istəyirdim? Ağıl sahibləri ilə bərabər olum. Gözəl kəlam anlayanlarla bərabər olum. Allah'a şükür ki, bugün o artıq qismət olub. Yavaş-yavaş da saylarımızı artıracağıq. Bir daha hamınıza təşəkkür edirəm. Sağ olun, var olun. Allah sizi çoxaltsın deyirəm. Öpürəm hamınızı. Sağ olun.